İndi isə biz column tabında yerləşən data groups əmri ilə tanış olacağıq. Bu nədir? Burada bu hissədən daxil oluruq. Məsələn, country sütunu seçirəm və daxil oluram data groupsa. New data groups basıram. Data groups ümumiyyətlə bizdə məlumatları qruplaşdırmağa imkan verir və əsasən analizləri daha sadə, anlaşılan etmək üçün istifadə olunur. Bu bölmədə bizdə iki cür qruplaşdırma olur. List və bin. Sadəcə biz mətn tipli bir sütun seçmişik deyə hazırda avtomatik list seçilib. Bin isə sadəcə rəqəmli sütunlar üçündür. İndi biz birinci list ilə başlayaq. Deməli, bu hissədə bizdə country sütununda olan unique dəyərlər görünür, yəni ölkə adlarımız görünür. Və biz burada bu adları indi qruplaşdırmaq istəyirik. Məsələn, buradan Kanadanı seçirəm və kontrol vasitəsilə digər bir ölkəmizi seçirəm, məsələn Amerika. Bu ikisini seçdim və bunları qruplaşdırıram, qrupa basıram. Gördüyünüz kimi üstdə başlıq kimi Kanada, Amerika yazıldı və həmin qrupun daxilində bizdə iki ölkə göründü. Biz gəlib buradan məsələn Şimali Amerika yazsaq, bu şəkildə qrupumuza ad vermiş oluruq. Bu hissə sadəcə bizdə seçdiyimiz sütun adını da dəyişmək olmaz. Bu da mətn tipli bir sütun seçmişik deyə bin olaraq dəyişmək olmur deyə bu da deaktivdir. Bu isə bizdə yeni yaranan sütunun adıdır. Məsələn, burada məsələn qrup yazacaq sadəcə. Daha sonra gəlirik buradan məsələn Fransa və Almaniyanı seçirəm. Qruplaşdırıram. Bu şəkildə ikinci bir qrup görürsünüz burada yarandı. Başlığı da burada. İndi gəlirəm bura, məsəl üçün Avropa yazıram. Bu şəkildə və digər ölkələri də həmçinin qruplaşdıra bilərik. Məsələn, bundan sonra bunları da qruplaşdıraq. Bunları da seçək və bunlara da digər adını yazaq. Məsəl üçün belə bu şəkildə yazaq. Və indi biz OK basırıq, təsdiqləyirik. Gördüyünüz kimi sütun adımızı yazmışdıq, groups bu şəkildə gəldi. Daha sonra biz buradan indi başqa bir ölkəni tapaq. Məsələn, burada Almaniya seçəndə biz Avropa qrupu altında qruplaşdırmışdıq. Daha sonra məsələn, Şimali Amerikada biz Kanada və Amerikanı qruplaşdırmışdıq. Bu şəkildə qruplanmış oldu. İndi biz məsələn sales cədvəlini seçək. Burada məsələn quantity sütunumuz var. Bunu seçirəm və data groupsa daxil oluram. Burada gördüyünüz kimi adını özü təyin edir, biz dəyişə bilərik. Sütunumuzun adıdır. Bu hissədə isə həm list şəklində etmək olar bu şəkildə, həm də bin şəklində qruplaşdıra bilərik. Çünki rəqəm tipli bir sütundur. Və biz burada iki əsas hissə var, ona baxacağıq. Size of beans və number of beans. Bu nədir? Size of beans, bin sadəcə bizdə aralıqlar da belə deyək, interval kimi düşünək. Size of beans deyəndə burada görünür ki, quantity sütununda minimum və maksimum dəyərlər avtomatik görünür. Hansı sütunu seçsək, unit prices da seçsək, bu görünəcək. Size of beans deyəndə biz aralıqlarda, yəni intervalda neçə rəqəm olmasını istəyirsə onu deyirik. Məsələn, bean size, mən bura 3 yazıram. Bu şəkildə etsək, mən yəni demək istəyirəm ki, yox, bura məsələn 5 yazaq, 5 yazaq. Yəni bu şəkildə yazsam, 1-dən başlayıb 5 dənə gedəcəm. Məsələn 1 5 və 6 10 arasında bölünəcək. Yəni 2 dənə qrupa bölmüş olduq. Amma mən buradan gəlib number of beans seçsəm, məsələn mən bura deyirəm ki, 2 dənə məndə interval yarat. Fərqi yoxdur, dəyərlərin neçədən başlayır, neçədə bitir. Mən deyirəm məsəl üçün
2 yox, 3 dənə qrup yarat və bu avtomatik deyir ki, hər qrupda 3 dənə dəyər olacaq. Yəni hər intervalda 3 dənə dəyər olacaq. Birində biz dəyərdəki intervaldakı rəqəmlərin sayını yazırıq, özü bölür. Birində isə biz sadəcə interval sayını yazırıq. Bu bizə hər intervalda neçə ədəd olacağını yazır. İndi biz birincini yoxlayaq. Size of pin seçirəm və deyirəm ki, hər qrupda 5 dənə olsun. Yəni neçə qrup olur olsun, hər qrupda 5 dənə sən mənə interval yarat. Gördüyümüz kimi bu şəkildə ayırır. 0-dan 4-ə kimi və 5-dən 9-a kimi. Çünki 0-dan niyə başlayır? Çünki 5-in bölənləri şəklində gedir. Və burada indi baxsaq görəcəyik ki, bizdə 10 da var. Nə edir? 0-dan 4-ə kimi olanları 0 verir. Baxın, məsələn, 0 verib burada. Dəyərimiz 2-dir, 0 verib. Daha sonra 0-ı verib, məsələn, 1-ə verib. Çünki 1, 0 və 4 arasında yerləşir. Burada 0 verməməsinin səbəbi odur ki, intervalda birinci duran minimum dəyəri verir. Məsələn, 5-dən 9-a kimidir. Dəyərimiz 9-dur və 5-9 intervalındakı 5-i qeyd edib bura. Yəni biz bu 5-i başqa bir dəyərlə əvəz edə bilmirik. Sonra məsəl üçün 10 var. Bunu sadəcə 10-a verib. Daha sonra məsələn 7 var burada. 7 5 və 9-un arasındadır deyə, ona görə həmin o intervalın ilk rəqəmini bizə sadəcə təqdim edir, burada yazır. Daha sonra məsələn 0 verib bura. 3 3, 0 və 4 intervalında yerləşir deyə intervalın ilk rəqəmini bizə vermiş oldu. İndi isə biz buradan daxil oluruq data groups və edit eləyək. Size of bins yox, number of bins seçirəm. Yəni neçə qrup olacağını istəyirəm. Məsələn, yenə 3 yazıram bura. Deyirəm ki, mənə 3 dənə qrupa böl. Və burada da öz avtomatik yazır ki, bizdə 3 dənə, hər intervalda 3 dənə dəyər olacaq. Bu şəkildə böldüm və bizdə 1, 4, 7 rəqəmləri yarandı. Bu isə bizdə qrupların sayıdır. Yəni 3 dənə qrupa bölmüşük. 1-dən 3-ə kimi, 4-dən 6-ya və 7-dən 9-a. Yəni 3 dənə qrupa bölmüşük və hərəsində 3 dənə dəyər olur. Bu şəkildə bölür və məsələn 5 4 ilə 6 arasındadır deyə ona görə 5 yazılır. 9 7-dən 9 arasındadır deyə ona görə ilk rəqəm olaraq 7 yazılıb. Daha sonra burada 2 var. 1 və 3 arasındadır deyə ona görə ilk intervalın dəyəri olaraq 1 yazılıb. Bu şəkildə bölünmələr olunur. Ümumilikdə bizdə list, mətn və kateqoriya tipli məlumatları qruplaşdırmaq üçün, bin isə ədədi məlumatları müəyyən intervallara bölmək üçün istifadə olunur.